dərslərimizə qaldığımız yerdən davam edirik. Baxın, format menüsündə qalmışdım. Axırıncı dəfə Move or Copy Sheet hissəsini izah eləmişdim. Növbəti seçim isə Tab Color seçimidir. Tab Color hissəsində baxın, bu tablərə, sheetlərə rəng verə bilərik. Gəlirəm tabın üzərinə, Format, Tab Color, məsələn, deyək ki, yaşıl rəng verdim və ya sağ düymə tıklayıb Tab Color fərqli rəngdə verə bilərəm. Yəni, eyni işi həm buradan, həm də ki, Format, Tab Color hissəsindən müəyyən edə bilərəm. Format hissəsində növbəti Protect Sheet hissəsi gəlir. Protect Sheet hissəsini review'da izah edəcəm. Yəni, tam belə deyək də, bütöv dərinliyinə kimi bütün hər şeyi izah edəcəyimə görə burada izah eləmirəm. Növbəti gəlir, Log Cells'də eyni tərkib hissədən ibarət olduğuna görə deməyəcəm. Baxaq Format Cells'ə. Baxın, Format Cells'ə biz daxil olana belə bir menyu açılır. Yəqin ki, bu menyu sizlər tanış gəldi. Ctrl+1 deməklə də bu menyunu açırdıq. Number hissəsini tam izah eləmişdik, Alignment hissəsini izah eləmişdik, Font hissəsini izah eləmişdik, Border hissəsini izah eləmişdik, Fill hissəsini müəyyən qədər izah eləmişdik. Burada, baxın, Protection'da dediyim kimi review'da izah edəcəyimə görə bu hissə qalır. Bir dənə qalır Fill menüsündə bəzi metodlar, bəzi məsələlər. Baxın, Filldə var Pattern Color. Bu nədir? Biz istifadəçilərə xanaların fərqli üslublarını təqdim edə bilərik. Məsələn, deyək ki, istifadəçiyə diqqətinə çatdırmaq istəyirəm ki, o ancaq bu hissələrə məlumat daxil edəcək. Seçirəm, sağ düymə Format Cells deyə bilərəm və ya buradan Format Cells və ya Ctrl+1-i tıklaya bilərəm. Eyni yerə gedir. Pattern Color olaraq, məsələn, deyirəm, həmin patternin koloru bu rəngi olacaq. Pattern Style isə, baxın, belə style'lar seçə bilərəm. Və OK tıklayaramsa, baxın, bu cədvəllərdə həmin patternlər olmuş oldu. Format Cells'ə deyib, daha tünd rəng deyirəm ki, diqqətinizə çox çatsın. Baxın, belə bir pattern müəyyən edə bilərəm və ya Ctrl+Z-lə gəlirəm. Görürsünüzmü, bir rəng müəyyən eləmişik bir xana üçün. Amma biz bir xana üçün fərqli rənglər müəyyən edə bilərik. Baxın, seçirəm, sağ düymə Format Cells'ə daxil oluram. Fill Effect hissəsində baxın, iki rəngli bir şkala seçirəm, deyirəm ki, həm burada olacaq yaşıl və göy rənglərinin çalıqları olacaq. Ya qırmızı olsun. Baxın, belə bir şey. Amma vertikal deyərəmsə, baxın, burada style'ları özü dəyişir. Diagram, məsələn, down və s. Məsələn, belə bir center from corner deyirəm. OK tıkladım. Baxın, belə bir üslub müəyyən edə bilərəm. Yəni, bu, belə deyək də, kifayət qədər ciddi məsələ deyil, amma vizuallıq baxımından önəmli ola bilər bəziləri üçün. Kim istəsə bu style'lardan, tiplərdən müəyyən etmiş olar. Və beləliklə biz format menüsünü də bugün tamamlanmış olduq. Növbəti dərslərimizdə isə görüşənədək. Təşəkkür edirəm.